Bağışlayın. Tamam, buyurun. Mən sizin qonşunuz Bəxtiyar kişinin oğluyam, Fazil. Bilmirəm belə demək düzgündürmü? Lakin mən sizin üçün buradayam. Fikrim dəqiqdir. Sizi tanımaq istəyirəm. Tanışlıq üçün düzgün bir zaman deyil. Mən tələbəyəm. Əgər mənim üçün başlasınızsınız, mənə görə narahat olmağa dəyməz. Bizdən alınmaz. Sən hələ də oxuyursan. Belə getsə həkim yox, ensiklopediya olacaqsan. Elə fikrim doğdu. Mən sənin yanına gəldikdə bilmirəm niyə. Amma rahat oluram. Söhbət etmək istəyirəm. Sonra da fikirləşirəm ki, birdən səni narahat edərəm. Narahat etmirsən, amma mənim öncəliklərim var. Mən də o öncəliklərdən biri olmaq istəyirəm. Ən azından bir kənarda. Alo? Aa. Evimiz yandı. Evimiz yandı Nəzrin. Nə olub Nəzrin? Artıq qayıdacaq bir yerim yoxdur. Evimiz yandı Fazil. Narahat olma. Mən sənə ev olaram Nəzrin. Mən sənə dəstək olaram. Mən sənə sığınacaq olaram. Yorulduqda nə vaxt istəsən gəlsən mən orada olaram Nəzrin. Əslində bunu demək üçün doğru bir zaman deyil. Lakin Nəzrin, evlən mənimlə. Toya bir neçə həftə qalıb. Həyəcanlısan? Sən bu aralar mənə biraz uzaq kimisən. Nəsə olub, hə? Nəsə yoxdur, amma hər şey var. Sən belə poetik danışanda bilirəm ki, içində fırtınalar var. Evdə söz-söhbət var. Hər kəs sakitdir, amma heç kim susmur. Bilirsən necədir? Bəzən danışılmayan sözlər boğur insanı. Bəzən onların səsində itməkdənsə, öz səssizliyimizdə var olmaq bəsədə. Mən onsuz da bilirdim ki, bəli demək yetmir. Qəbullanmaq da çətindir. Amma biz bir-birimizi seçmişik. Nəzrin, mən səni kimsəyə izah etmək istəmirəm. Mən səninlə yaşamaq istəyirəm. Amma toy, planlar, gözləntilər... Bəs sən deyirdin axı, bütün kənd bizim toyumuzdan danışacaq, Fazil. Məncə kənd bizi danışacaqsa, qoy biraz da cəsarətimizdən danışsın. Gedək Nəzrin. Sadəcə ikimiz. Səncə qaçmaq məsələni həll edər? Bu qaçmaq deyil, bu bizə tərəf getməkdir. Başqalarının sükutunda itməkdənsə, öz səsimizlə yeni başlanğıclar edək. Sən onsuz da həmişə məndən soruşmadan qərarlar verirsən. Yox, Nəzrin, bu dəfə seçimi sən edirsən. Mən sadəcə buradayam. Gəlirsənsə bir gedək.
15 il gör necə keçdi. Sanki bir nəfəs. Amma sən o nəfəsi mənim içimdə saxladın. Sən bizdən heç nə olmaz demişdin. Amma bax, nə gözəl uşaqlarımız var, ailəmiz, evimiz var. Hər şey düşündüyümüzdən də yaxşı oldu. Çox şükür. il eyni fincandan çay içmək, eyni fikri eyni anda demək, pəncərəni kim bağlayacaq deyə baxışmaq və hər dəfə bu da keçər deməyi birlikdə öyrənmək. Nəzrin və Fazil ikisi birlikdə həyatla savaşaraq bugün hər şeyi qazanıb sıfırdan qurduq. Bu 15 ildə bəlkə çox şey bölüşdük, xərcləri, qazancları, gündəlik narazılıqları, uşaqların ana, ata qışqırıqlarını, amma bir şeyi heç bölmədik, bir-birinizə olan sədaqətimizi. İndi bu sətirləri oxuyanda əgər biriniz 15 bu qədər keçib deyirsə, bilin ki, bu yaxşı əlamətdir. Çünki zaman xoşbəxt olanlara qısa gəlir. Yeni 15-lərə doğru sevgi ilə, hörmət ilə biraz da dalaşaraq, təbriklər Nəzrin və Fazil. Ailə birliyimiz daima möhkəm, evin sevinci isə həmişə güclü olsun.